Rüstəmov yenə girdi şeyə. Counter Strike. Keçmişdə ifşası yayılan, cəmiyyət içində başını qaldırmağa utanacaq insanlar bu gün qəhrəman kimi qarşılanır. TikTokda canlı yayımlar açır, məsləhətlər verir və ən dəhşətlisi nədir bilirsən? Biz onlara baxırıq, biz onlara gülürük və yavaş-yavaş biz bunlara öyrəşirik. Bugün sənlə çox narahat olduğum bir mövzudan danışacağam. Bir qızın və ya bir qrupun hərəkətindən yox, bütöv bir cəmiyyətin eskortluğu İndi səsi azdır, düzdürsən. normallaşdırmasından. Bu video səni narahat eləyəcək, amma baxmalısan. Çünki biz uçuruma gedirik. Yaxın keçmişə qayıdaq. Sosial şəbəkələrdə qarşımıza çıxan bəzi simalar var idi. Ad çəkməyə ehtiyac yoxdur, amma hamınız tanıyırsınız. Məsələn, bu yaxınlarda TikTokda canlı yayımları ilə gündəmə gələn bu xanım və ya Chelsea kimi nümunə Təbii sözlü mən bunlara baxmıram heç. Mən vaxtım da olmur bunlara baxmaya. Bunu nətər baxırlar? Yəni neyinlər bunlar yayımda? Əvvəllər bir insanın özəl görüntüləri, əxlaqa zidd videoları yayılsa, bu bir faciə Videonun səsi hələ də azdır. Nə etməyimi istəyirsiniz? Nətər edeyim o? Belə eləsəm düzəlir. idi, intihar səbəbi idi. İndi isə bu bir karyera yüksəlişinə çevrilir. Baxırsan ki, dünən Düzəldi. biabırçı görüntüləri ilə gündəmə gələn o insan bu gün TikTokda trenddədir. Rahatca oturub həyat dərsi keçir, gənc qızlara İndi Meyğə sən bundan nə etməlisən? Dərs götürməlisən. Sənin videolarının səsi azdır. Mən voice meterdən səs vermişəm. Səs tonludur. Plus da ki, voice meterdən səs vermişəm. Nə etməlisən? Bundan dərs çıxartmalısın. Bu nədir? Sənə bir dənə qəşəng nətər dinlər ona? Dost məsləhəti. necə yaşamaq lazım olduğunu göstərir. İstəmirəm də, yəni mən müəllimi olmalıyam, Petka. Mən uşaqsız baxanmaram da. Mən uşaqlara səbrim yoxdur da, duram. Petka metka nə danışır? Burada dəhşətli olan o qızların nə elədiyi deyil. Dəhşətli olan odur ki, şərhlərə baxıram, insanlar onlara halal olsun, gözəlsən, qısqanırlar səni, belə davam yazırlar. Biz nə vaxtdan bəri fəhşəliyi, bədən satmağı, əxlaqsızlığı bir influencerlik səviyyəsinə çatdırdıq. Bu qızlar gənc oğlanlarımızı yoldan çıxardır, düzdür, amma daha pis bir şey eləyirlər. Onlar gənc qızlarımıza asan pul və utanmazlıq modelini satırlar. Siyasətdə və sosiologiyada overtone pəncərəsi deyilən bir anlayış var. Bu, cəmiyyətin qəbul edə bilməyəcəyi bir fikrin zamanla necə normal hala gətirilməsi prosesidir. Əvvəlcə şok oluruq, sonra müzakirə eləyirik, daha sonra öyrəşirik və ən sonda isə normallaşdırırıq. İndi bu qızlar canlı yayım açanda biz onlara əxlaqı pozulan gənc kimi baxmırıq. Biz onlara sadəcə kontent kimi baxırıq. Beynimizdəki o ayıb bariyeri silinib. Uşaqlarımızın 12-15 yaşlı məktəblilərin şuur altına bu necə işləyir, heç bilirsiniz? Onlar düşünür. Deməli, biabır olmaq qorxulu deyil. Əksinə nə qədər çox soyunsam, nə qədər çox qalmaqal yaratsam, o qədər çox izlənəcəm və o qədər çox hədiyyə gələcək. Bax, fahişəlik bir səbəb deyil, fahişəlik bir nəticədir. Ağlıma pis fikirlər gəlir, soyunacam indi. Tərbiyəsizliyin, nəzarətsizliyin və ən əsası dəyərlərin itməsinin nəticəsi. Niyə baxırıq? İnsanın içində vəhşi bir tərəf var, şeytan var. Bizi o şeytandan qoruyan nədir? Qanunlar yox, dindarlıq Bunlar yayınlarında banlanmırlar ümumiyyətlə. TikTok buna fikir vermir. Mən TikTokda yayın açanda bilin ağzımdan söz çıxmır. Ağzımı açan kimi ban yeyirəm. o da yox. Bizi qoruyan Hələ mən neynirəm, oyun oynuram da. əsas şey cəmiyyət qınağıdır, utanmaq hissidir, el nə deyər qorxusudur. Bəzən bunu tənqid edirik, amma bu qorxu cəmiyyəti bir arada saxlayan bir yapışqandır. İndi TikTok bu yapışqanı əridir. Sən o qızın canlı yayımına girib baxanda əslində öz içindəki o bastırılmış arzuları, o gizli şeytanı qidalandırırsan. Sən baxdıqca o qız cəsarətlənir. Sən ona hədiyyə atdıqca o soyunur. Sən halal olsun yazdıqca başqa bir gənc qız da mən də belə edim deyir. Qorxu artıq normallaşdırılır. İnsanlar tənqiddən qorxmur. Çünki görürlər ki, Belə baxanda 10 var idi millətdə. Görürlər vəfşi özənirlər. tənqid edən 100 nəfərdirsə, izləyən 10.000 nəfərdir. Kütləviyyət hardadırsa, həqiqət oradaymış kimi görünür. Az dayandı. Mən video izləyirəm, mən fikirlərimi bildirməli deyiləm. Az dayandır nə deyil? Nə olacaq ki, video uzun olsun da 10 dəqiqə olsun. Azərbaycanlıyıq. Bizim bir mentalitetimiz, adət-ənənəmiz, namus anlayışımız vardı.
Bəziləri deyir ki, hər kəsin həyatı özünədir. Bu böyük yalandır. Bir insanın evinin içində etdiyi özünədir. Amma bir insan ictimai platformada mənim uşağımın, qardaşımın daxil olduğu yerdə bunu eləyirsə, bu artıq ictimai məsələdir. Əgər bir xalq narazıdırsa, günahkar yenə xalqdır. Bizik günahkar. O qızları trendə salan bizik. O videoları dostumuza buna bax, gör nə edir deyə göndərən bizik. Biz o qızları izləyirik, onları məşhur eləyirik, sonra da durub kimsə bunların qabağını alsın deyirik. Bu nə dərəcədə düzgündür? Tələb olmasa təklif olmaz. Biz o əxlaqsızlığa müştəri olduğumuz müddətcə vitrində həmişə yeni qızlar olacaq. Chelsea gedəcək, başqası gələcək. O qızların təqdim etdiyi həyat tərzi yalandır. O parıltının arxasında böyük bir boşluq, istifadə olunmuş bədənlər və sınmış ruhlar var. Həm yaşıdlarım, sözüm sizədir. Dəyərinizi like sayısında bahalı hədiyyələrdə axtarmayın. İfşa olmaq məşhurluq deyil. Bu bir ləkədir və o ləkə heç vaxt silinmir. Bu videonu bəyənin ya da bəyənməyin, fərqi yoxdur. Amma xahiş eləyirəm bir dəfə düşünün. Biz bu gün nəyi normallaşdırırıq? Sabah qızımızın, bacımızın qarşısına bu videolar çıxanda onlara nə cavab verəcəyik? Eskortluğu, fahişəliyi, utanmazlığı həyat tərzi kimi qəbul etməyək. Özümüzə, dəyərlərimizə qayıdaq. Mən Muyuqu, bu mənim yox, bizim dərdimiz idi. Növbəti videolarda görüşənədək özünüzü və mənliyinizi qoruyun. Hələlik. Bir tərəfdən düzdürsən, bax. Onları məşhur edən bizləri, sonra da gedib günahlandırır. Gedib mən sənə izah edəcəm də, spoy getsən deyə narahatsan. Sən mənə yayından sonra yaz ginən sənə izah edəcəm. Video sonu var. Ne var videonun sonunda? Eşek. Və məsələ budur. Onları məşhur edən biz oluruq. Sonra da deyirik ki, bunlar niyə məşhur olur? Belə insanlar niyə məşhur olur? Eyni məntiq. Sən bir dənə TikTok videon vardı ya. Bəyənmirik. Bəyənmədiyimiz şəkildə gedib izləyirik. Hələ fikirlərimi deyirəm də nə? Bax, bəyənmədiyimiz şəkildə gedib izləyirik. Məsələ budur. Bəyənmirsənsə şikayət edib ya da birbaşa keçə bilərsən də. Delay var. Hə, delay var. Bir xeyli var. Bilməm nəyə görə elə oldu. Bəyənmirik, birbaşa keçmək əvəzinə oturub izləyirik. Qarşılıq olaraq da yazırıq. Bəyəndim. Videodan söhbət eləmirəm, şeydən danışıram. TikTok videolarını. Yoruma yaz ki izleme. Destek olmaya bir daha alsa yine söyleyeyim böyle. Söz ben bir dakika kreatif fikirdekinden. Yazanda böyle tips olsunlar daha önce. Ben kreatif fikir lazım. Yani belə. Amma mən məsələsin qabağıma çıxan kimi bunu rədd edirəm, heç baxmıram. Şikayət də eləmirəm. Okeydir, yəni özü üçün edir. Heç nə yazmadan birbaşa keçirəm. Yaz ki bu bir əxlaqsızlıqdır, insanlar bunlara baxıb pozulur. Gözəl qızlar deyimə gəlin. Bu qəşəngdir. Ay bunu. Gözde kopyalı birbaşa yapıştır. Hızlı insanlar bunlara bakıp pozulur. Gözün nöqtə vergin ne diye? Böyük hərf, böyük şrift. Böyle bir əxlaqsız. Bu nətər yazılır hə? Əxlaqsız. Yeni video arkasında. İğnedir hə. Ahlaksız lıktı vergül açın hadi vergül dilini dəyişə bilmirəm mən. Bunlara baxıb hadi nəsə düzəltmirəm.
Ha bu səhv yerdən getdi. Bayıracaqlar bu səfər. Minəcəklər bizə. Hə? Ay bunu. Helal olsun. Bunlara baxırsınız. Bunlara qəti. Neyse burada da yazmayayım da. Bir dənəsi bəsdir.